Bakın, beni hiçbir şeyle heyrete getirmək olmaz. Artıq mən, bakın, enaniyet gəlib o insan bir yerə çatıb ki, Prosesi zəhərləyib. bütün dünyası zəhərlənib. Zəhərlənmiş fikirli, o parazit düşüncə o insanın bütün qəlb həyatını istila edib. Bu insanlar doğru baxa bilmirlər. Doğru görə bilmirlər. İnsanın önəmli başına taxılan iki gözü deyil ki, insanın içində də gözü var, bəsirət gözü var. Peyğəmbərlərdə məntiqdən üstün fətanət olub. Onların siz vəsiflərinə baxsanız 5 böyük vəsif var. Fətanət məntiq üstün məntiqdir. O elə bir dəyərdir, elə bir elm, elə bir hikmətdir ki, o Quran-ı Kərimdə Rəbbimiz deyir ki, Allah kimə hikmət veribsə, böyük nemət verib. Bəli, kimə hikmət, Allah istədiyinə hikmət verər. Baxın, Rəbbimiz istədiyinə hikmət verər. Hikmət elmin beşiyidir. İşin həqiqətidir. Hikmətə çatan insan əl-həkim olur. Bizim həkimlərimiz əslində o zaman təbib həkim olur ki, Rəbbimizin əl-həkim isminin təcəllisini, əxlaqını almış olsun. Necə ki, şəhid, Rəbbimizin əş-şəhid isminin təcəllisindən bir parça aldığı kimi ölməzlik qazanır. Həkim də o hikmətə sahib olur. Onda qarşısındakı insana başqa cür baxır. İblis çox şey bilirdi. Dedi ki, ya Rəbb, sən insanı torpaqdan, palçıqdan yarattın. Məni sən, ya Rəbbi, oddan yaratmısan, mən ondan üstünəm. Yəni, insanın bilgisi ona mən üstünəm fikrini aşılayırsa, təlqin edirsə, deməli şeytanı bir bilgiyə sahib olub. İlhamı içindəki nəfsidir. Vəsvəsə verən şeytanıdır. İblis də onun ordusudur. Amma insanda bir təvazu qanadı açılıbsa, şəfqət, sevgi, mərhəmət genişlənibsə, o qarşısındakı insana Həzrət insan kimi baxmağı bacarırsa, artıq təvazu ortaya gəlib. Odur ki, bilginin insanda əmələ gətirdiyi iki. Bu məsələ iki rakusdan yaxınlaşa bilərik. İki prizmadan baxacaq. Birində ağac meyvə verib, başı aşağı əyilib. Birində isə ağac uzanıb, meyvəsi yoxdur. İnsanın şəxsiyyət ağacı da belədir. Bir ömrü boyu biz çalışacağıq. Ömrümüzün sonunda o Rəbbimizin riza məqamına çatmışıqmı? Beyyinə surəsində var. Şərrul bəriyyə, xeyrul bəriyyə. Ortada da hər şey. Biri var yaradılmışın, məxluqatın ən şərlisi. Bir də var ki, məxluqatın ən xeyirlisi. Məxluqatın ən xeyirlisi haqqında kitab belə söylüyor. Deyir, cəzəuhum ində rabbihim. Cənnətu adnin təcri min təhtihəl ənhar. Xalidinə fiyhə əbədə. Radiyallahu an və raduan. O insanlar ki, iman gətirib, salih əməllər işləyərlər. İman gətirib, sadəcə imanı ilə yetinməyib. O cəhalətin divarlarını aşdı. Çünki həqiqəti gördü, salih əməllər, xeyir işlər. Xeyir işlər elədir ki, bir xeyir iş görərəm, bir insanı sevindirərəm. Elə bir xeyir iş görərəm, bir ailəni sevindirərəm. Elə xeyir iş var ki, bir müəssisəni sevindirir. Bir yol çəkərsən kəndə, kəndin əhalisini sevindirərsən. Bir də var, milləti sevindirmək. Millətimi sevindirmək. Mən millətimin, vətənimin oğluyam. Bir də var, ümməti sevindirmək. Bir də var, Rəbbi sevindirmək. Heyrət məqamıdır. Bütün mələklərin qibdə etdiyi bir hala gəlir. Əhsənü təqvim, bax budur. Bir də var, əsvələ səfilin. Quranın Beyyinə surəsindəki şərrul bəriyyə var. Bəs onlar kimdir? Quran-ı Kərim deyir ki, İnnəl-ləzinə kəfəru min əhlil kitəbi vəl müşrikinə. Deyir ki, kitab əhlindən və müşriklərdən kafir olanlar. Fi nəri cəhənnəmə xalidinə fiyhə. Onlar da deyir, əbədi olaraq cəhənnəmdə qalacaq. İnsan cəhənnəm odunu bu dünyadan yığar. Cəhənnəm ateşi dünyadan aparırlar. Mənim əməllərim, mənim əgər içim, niyyətim, ibadətim, itayətim xalisdirsə, təmiz Allaha aiddirsə, riyadan uzaqdırsa, bu mənim əslində cəhalətdən uzaq olmağım deməkdir. Yox, aldığım bilgi, elmi əgər qarışdırıramsa, onda Quran mənim haqqımda radiyallahu anh deməyəcək. Çünki Quran-ı Kərim 4 yerdə bu ali məqamı xatırlayır. Bir il boyunca düşünürsünüzmü yəni? Motorsuz, paraşutsuz, kimdir bunu idarə eləyən? İnsan üçün adiləşib. Günəş çıxdı, yağış yağdı, ildırımlar çaxdı, sellər gəldi. Ümumiyyətlə, biliyə münasibət belə yaranır. İnsan indi bildiyi şeyə təəccüb eləmir. Əldə etdiyi şeyə təəccüb eləmir. Ona görə bunun bir əxlaqi intibahı lazımdır ki,
bildiyi onda eşqi artırsın, əldə etdiyi şükranlığı artırsın. Tam tərsi olur. Əldə eləyən kimi marağını itirir. Bir şey alır, ondan ötürü məsəl üçün girir böyük bir borca və ya məsəl üçün bir nailiyyətə nail olur. Ya məsəl üçün sevgililər bir-birlərinə qovuşurlar nəhayət və təəssüf ki, bütün proseslər sonra bir-birindən soymaq, bir-birinə marağın itməsinə səbəb olur. Çünki mənəviyyat burada sanki bir boşluq yaradır. Bildiyi həmən ona marağını itirir. Deyir, məsələn, anlaya bilmirlər möminləri, savad adamları ki, siz bir kitabı təkrar-təkrar necə oxuya bilirsiniz? Oxudunuz, bildiniz də nə var, nə yox. Baxın, çox sağ olun. Gözəl bir yerə gəldiniz. Təkrarlanan bir kitab. Quran ayələri gecə oxuyarsan başqa cür işıq saçır. Gündüz oxuyarsan başqa cür. Səhər tezdən. Səhər, sübh vaxtı fəcirin bağrında doğan günəş kimi. Şahidlər olur. Gerçəkdən insan o zaman oxuyanda daha çox adam bərəkətlənir. Ümumiyyətlə insanın zəkasını, insanın idrakını, insanın təfəkkürünü, insan təxəyyülünü Quran başqa cür yoğurur. Quran insanın əlindən tutub bütün gün onu tərəqqiyə götürür. İnsan heyrətdən heyrətə keçir. Düşünün məsələn, yer kürəsinin çərçivəsindən çıxmış bir insan. Biz işə gedirik, evə gəlir, işə get, gəl. Kimi artıq monoton bir həyatımız var. Yorulmuşuq. Yoruluruq bu təkrar fikirlərdən. Amma siz gəlin Quran-ı Kərimi, məsələn, Fatihə surəsini namaz qılan adamlar gündə 5 dəfə namaz qılanda oxuyarlar. Bir ömürdə insan neçə min dəfə Fatihəni oxumuş olur. Çox qəribədir. Biz nə qədər çox oxusaq, hər dəfə istəyirik ki, Fatihəni daha gözəl oxuyaq. İnsan yorulmur. Quran insanı yormur.